Salam əziz şagirdlər, bugün Riyaziyyat 8-ci sinif KSG 4 izahına baxacağıq. Birinci sualdan başlayaq. ABCD dördbucaqlısının A təpəsindəki daxili və xarici bucağın dərəcə ölçüsünü tapın. Bizə verilən dördbucaqlının əvvəlcə bilməliyik ki, istənilən n bucaqlının xarici bucaqlarının cəmi 360 dərəcədir və burada bizə verilən xarici bucaqlardır. Xarici bucaqlar 2x çıxılsın 10 üstəgəl x üstəgəl 20 üstəgəl 3x üstəgəl x. 4 dənə xarici bucaq verilib bizə. 3x, x üstəgəl 20 və 2x çıxılsın 10. Bərabərdir 360 dərəcə. Oxşar ədlər 2x, x, 3x, x. Toplayırıq, hər biri müsbətdir. Edəcək 7x. Mənfi 10 ilə müsbət 20 də bizə verəcək müsbət 10 bərabərdir 360-a. 7x bərabərdir 360-dan 10'u çıxıram. 7x eləyir 350. X-i tapmaq üçün 350-ni böləcəyik 7-yə. X edəcək 50 dərəcə. A təpəsinə diqqət edirik. X 50 dərəcə olarsa, X-in yerinə 50 yazıram. X 50 olarsa, bu olacaq 70. Xarici bucaq 70 dərəcədir. Əgər xarici bucaq 70-dirsə, bucaq A-nın xarici bucağı 70-dirsə, daxili bucaq 180 çıxılsın 70 olacaq 110 dərəcə. Çünki bir daxili və bir xarici bucağın cəmi 180 dərəcəyə bərabər olur. Buradan daxili bucağı olacaq 110 dərəcə. Birinci sualda cavab C. Sual 2. ABCD paralelogramdır. X və Y tapın. Paralelogramın qarşı üzləri bir-birinə bərabər olmalıdır. Yəni 3x bərabər olmalıdır 2y-yə. Həmçinin digər qarşı üzlər 2x üstəgəl y, həmçinin digər qarşı üzlər x üstəgəl 2y də 8-ə bərabərdir. X üstəgəl 2y bərabərdir 8-ə. Burada 2y-in yerinə 2y-in qiymətini 3x-i gətirək qoyaq. Qoysaq, x üstəgəl 3x bərabərdir 8-ə. X-ləri toplayıram. 4x 8 olarsa, x-i tapanda 8-i böləcəm 4-ə. X-i tapdım 2. X 2 olarsa, y-i tapaq. Bu tənlikdə x-in yerinə 2 qoyuram. 3 vurulsun 2 bərabərdir 2y-yə. Hər tərəfdən 2-lər ixtisar gedir. Y-i də tapıram 3. Bizdən x və y istəyir. Doğru cavab C variantı. Sual 3-ə keçirik. ABCD düzbucaqlısının perimetri. Əvvəlcə düzbucaqlının perimetrinin düsturunu yazaq. P bərabərdir 2 vurulsun A üstəgəl B. P-ni bizə verib 28. Onda yazıram 2 vurulsun A üstəgəl B 28 olarsa, A üstəgəl B bərabərdir 28 bölünsün 2. A üstəgəl B-ni tapırıq 14. Və bizə deyir ki, burada ABC üçbucağının perimetri 24'dür. ABC üçbucağına nəzər yetiririk. ABC üçbucağı tərəfləri A-dır, B-dir. Burada bir C deyək diaqonala. Olacaq A üstəgəl B üstəgəl C bərabərdir 24. A üstəgəl B-nin yerinə gətirib bu 14'ü yazacağım. 14 üstəgəl C bərabərdir 24'ə. C də bərabərdir 24 çıxılsın 14, yəni 10'a bərabərdir. AC diaqonalı 10 olarsa bu diaqonaldır. Diaqonallar kəsişmə nöqtəsində burada tan yarıya bölünür. Yəni AC bərabərdir AO üstəgəl OC-yə. AO ilə OC də bərabər bölünür. Yəni AC 2x-dir. 2x 10 olarsa x bərabərdir 10 bölünsün 2. Qısacası diaqonalı bölürsüz 2-yə. Diaqonal bölünsün 2. 10 bölündü 2-yə. AO edəcək 5. Yəni burada 5 bölünübdür. Doğru cavab D variantı. Sual 4'ə baxırıq. 4-cü sualda bizə paralelogram verilibdir. Paralelogramı mən yenidən bura çəkirəm. Adlandırıram A, B, C, D. B-yi və B-yi hündürlüklərdir. Deməli, buradan bir dənə hündürlük çəkilib körbucaq təpəsindən. Bura 3 yazılıb, bura 7 yazılıbdır. Buradan da bir digər hündürlük çəkilibdir. F nöqtəsində 90 dərəcə əmələ gətiribdir. Bizə deyir ki, tələb olunan ölçüləri tapın. Yəni, birinci bucaq A-nı tapmalıyıq. Bucaq A.
Və bizə burada 60 dərəcə veribdir hündürlüklər arasındakı bucaq. Buradan 90'ın qonşusu 90'dır. Əvvəlcə bu dörd bucağa diqqət edirik. Bu dörd bucağın daxili bucaqlarının cəmi 360 dərəcə olmalıdır. Yəni deməli bura 90, bura 90 yazıram. 90 üstə gəl 90, üstə gəl bura 60 hündürlüklər arasındakı bucaq. Üstə gəl bucaq D bərabərdir 360 olmalıdır. 90, 90, 180 üstə gəl 60 edəcək 240. Üstə gəl bucaq D bərabərdir 360'a. Bucaq D-ni tapanda 360'dan 240'ı çıxıram. Bucaq D edəcək 120 dərəcə. Onda mən bura gətirib yazıram 120 dərəcə. Və bucaq A ilə aşağıdan yazaq. Bucaq A ilə bucaq D bir tərəfə bitişik bucaqlar paralelogramda 180 dərəcəyə bərabər olmalıdır. Onda bucaq D-nin yerinə 120 dərəcəni yazıram və bucaq A-nı tapanda 180-dən 120'ni çıxıram. Tapıram ki, bu dörd bucaqlının iti bucağı bura 60 dərəcədir və bizdən A-nı soruşurdu. Birinci sualın cavabı 60 dərəcə. Buraya yazıram 60. Və paralelogramın qarşı üzləri bir-birinə bərabərdir. Yəni buranın uzunluğu 3 üstə gəl 7 10 olarsa, onda buranın da uzunluğu 10 olacaq. İndi biz buradakı düz bucaqlı üç bucağa nəzər yetirəcəyik. Bunu silirəm. Baxın bura nəzər yetiririk. Burada bir düz bucaqlı üç bucaq var. 90, 60, bura qalır 30 dərəcə. 30 dərəcəli bucağın qarşısındakı katet hipotenuzun yarısı olur. Yəni bu hipotenuzun yarısıdır. S bölünsün 2'dir. Burada hipotenuzdur. Onda hipotenuz olacaq 6. Yəni 3'ü 2'yə vururam. Buranı tapıram 6. İkinci sualda bizdən AB-ni soruşur. AB bərabərdir 6 tapdıq. İkinci sualın cavabı 6. İndi isə BY-ni istəyir bizdən. BY baxın burada. Burada Y nöqtəsi var. BY hündürlüyünü istəyir bizdən. Bunu. BY. BY isə fikir verək. Düz bucaqlı üç bucaqda 60 dərəcəli bucağın qarşısındakı katetdir. 60 dərəcəli bucağın qarşısındakı katet hipotenuzun yarısının kökdə 3 mislidir. Hipotenuzumuz 6'dır. Deməli, üçüncü sualda BY bərabərdir. Hipotenuzun yarısının kökdə 3 misli. Hipotenuzumuz 6'dır. 6 bölünsün 2 vurulsun kök 3 və yaxud kiçik katetimiz də 3'dür. Birbaşa 3 vurulsun kök 3 də yaza bilərdik. Deməli 3 vurulsun kök 3. Doğru cavab burada da oldu. 3 kök altında 3. İndi isə baxırıq sual 5'ə. Romb bütün tərəfləri kongruent olan paralelogramdır təklifi ilə onun tərsi olan bütün tərəfləri kongruent olan paralelogram rombdur təklifləri haqqında aşağıdakı deyilmiş fikirlərdən hansı doğrudur? Romb bütün tərəfləri kongruent olan paralelogramdır. Fikir doğrudur. Çünki rombun bütün tərəfləri bir-birinə bərabər olur. Bərabər demək kongruent bərabər. Birinci fikirdə də bizə deyir ki, rombun bütün tərəfləri kongruentdir. Bəli, doğrudur. Bütün tərəflər bir-birinə bərabərdir. Birinci fikir doğrudur. Təklif yəni doğrudur. İndi ikinci təklifə baxırıq. Bütün tərəfləri kongruent olan paralelogram rombdur. Xeyr. Bütün tərəfləri kongruent olarsa, baxın bu kvadrat da ola bilər. Burada artıq kvadratdır. Yəni hər zaman doğru deyil. Bizə deyir ki, biz deməliyik ki, təklif doğrudur, tərsi doğru deyil. Cavabımız olacaq D variantı. Sual 6. Bir tərəfinə bitişik bucaqların dərəcə ölçüləri 4 bölünsün 5 nisbətində olan rombun bucaqlarını tapın. Bir tərəfə bitişik bucaqlar 4K və 5K-dır və bir tərəfə bitişik bucaqların cəmi 180 dərəcəyə bərabər olmalıdır. 9K 180 olarsa K bərabərdir 180 bölünsün 9 edəcək 20. K 20-dirsə 4K olan bucağı tapaq. 4K bərabərdir 4 vurulsun 20 80 dərəcə. 5K olan bucağı tapaq. 5K bərabərdir 5 vurulsun 20 100 dərəcə. Bizdən rombun bucaqlarını istəyir. Cavabımız olacaq 80 və 100 dərəcə. Daha sonra demək 2 iti 2 kör bucağı var da, yəni 80 80 100 100. Sual 7.
Düzbucaqlının diaqonalları arasındakı bucaq. Əvvəlcə bir dənə düzbucaqlı çəkirəm. Diaqonalını çəkirəm. İki diaqonalın ikisini də çəkirik. Diaqonallar arasındakı bucaq 60 dərəcə, iti bucağı 60 dərəcəni qeyd edirəm. Diaqonalın uzunluğu 12-dir. Bilməliyik ki, düzbucaqlının diaqonalları bir-birinə bərabər olur və diaqonal 12-dirsə, burada bərabər bölünür 6. Yəni 12-ni bölürəm 2 edir 6. Bu diaqonalda 6 bölünübdür. Buradan başa düşürük ki, burada bərabər yanlı üçbucaq əmələ gəlibdir. Bərabər yanlı üçbucağın oturacağı bitişik bucaqları bir-birinə bərabərdir. Yəni 180-dən təpədəki 60 dərəcəni çıxıram, edir 120 dərəcə. Bölürəm 2-yə, edir 60 dərəcə. Bunların hər birinə biz yazmalıyıq 60 dərəcə. Və buradan da tapırıq ki, bu bərabər tərəfli üçbucaqdır. Tərəflər bir-birinə bərabərdir. 6, burada olacaq 6. Bizdən düzbucaqlının kiçik tərəfini istəyir. Kiçik tərəfi oldu 6. Sual 8. 8-ci sualda diaqonallar D1 bərabərdir 6-ya, D2 bərabərdir 8-ə. Bizdən rombun perimetrini istəyir. D1-in kvadratı üstəgəl D2-nin kvadratı bərabərdir 4A-nın kvadratı düsturuna əsasən. 6-nın kvadratı üstəgəl 8-in kvadratı bərabərdir 4A kvadratı yazırıq. Olur 36 üstəgəl 64 bərabərdir 4A kvadratına. Burada toplayanda edəcək 100. 100 bərabərdir 4A kvadratı. 100-ü bölürəm 4-ə. 25 bərabərdir A kvadratına. Buradan A-nı tapıram 5. Rombun bizdən perimetrini istəyir. P bərabərdir 4A-ya. 4-ü vururam 5-ə. Çünki tərəfi 5 tapmışam. Burada da cavab edəcək 20. Sual 9. 9-cu sualda deyir ki, təkliflərdən neçəsi doğrudur? Bərabər yanlı trapesiyanın diaqonalları konqruentdir. Bu fikir doğrudur. Rombun diaqonalları konqruentdir. Yanlışdır. Rombun diaqonalları bir-birindən fərqlidir. Rombun diaqonalları D1, həmçinin D2 hər biri ayrı-ayrılıqda, yəni tən böləndir. Rombun tən bölənidir. Və rombun diaqonalları bir-birinə perpendikulyardır. Kvadratın diaqonalları düzbucaq altında kəsişir. Doğrudur. Paralelogramın diaqonalları kəsişmə nöqtəsi onun simmetriya mərkəzidir. Bu da doğrudur. Bunu çəkərək göstərəcəm. Bu bizim paralelogram. Paralelogramın diaqonallarını çəkirəm. Bu D1. Bu da D2. Burada kəsişmə nöqtəsidir. Buradan diqqət etsək, baxın. Elə bir ki, üçbucağın biri budur. Burada 2 dənə üçbucaq var. Birinci diaqonalla göstərirəm. İkincini də buradan göstərək. Görürsünüz ki, baxın bu xətt üzrə, baxın burada elə bu xəttdən, ortadan keçən diaqonaldan bu iki üçbucağı, biri qırmızı, biri qara üst-üstə qatlasaq, üst-üstə düşür. Deməli, digər tərəfdən də eyni şəkildə qatlasaq üst-üstə düşür. Ona görə də bura simmetriya mərkəzli diaqonalların kəsişmə nöqtəsi. Baxın bura. Bu fikir də doğrudur. Cavab C variantı 3. 10-cu sual. Trapesiyanın diaqonalı, trapesiya çəkirəm. Diaqonal çəkirəm. Onun orta xəttini, buradan da orta xətt çəkirəm. 2 bölünsün 5 nisbətində. Buraya yazıram 2K, burada yazıram 5K. Bölür. Trapesiyanın orta xətti, yəni 2K üstəgəl 5K bərabərdir 21 olarsa, onda 7K 21'dir. K da bərabərdir 21 bölünsün 7. K'nı tapıram 3. Onda bura 2 vurulsun 2K olacaq. 2 vurulsun 3. 6. Buraya yazıram 6. Burada 5K'ya 5 vurulsun 3 yazıram 15. Oturacaqlarını tapın. Əvvəlcə
bu üçbucağı nəzər yetiririk. Bu üçbucağın orta xətti 6-dırsa, oturacağı 6 vurulsun 2-dir. Daha sonra bu üçbucağa diqqət edirik. Bu üçbucağın da orta xətti 15-dirsə, oturacağı olacaq 15 vurulsun 2. Yəni, trapeziyanın kiçik oturacağı 12, böyük oturacağı 30-a bərabərdir. Doğru cavab A variantı. Sual 11. 11-ci sualda yenə mən trapeziya çəkirəm. Trapeziyanın oturacaqları 18 və 30-dur. Diagonal çəkirəm. Diagonallar arasında qalan parça deyir. Bir dənə də orta xətt çəkirəm. İndi yenə bu üçbucağa nəzər yetirsək, bura 18-dirsə, bura olacaq 9. Yəni 18-in yarısı. Daha sonra bu üçbucağa nəzər yetirirəm. Bu üçbucağın oturacağı 30-dursa, bura ümumilikdə olacaq 15. 30-un yarısı. Daha sonra, baxın, mən kənardan yenə bu üçbucağa nəzər yetirirəm. Burada yenə oturacaq 18-dir də. Oturacaq 18-dirsə, bura yenə olacaq 9. Burada bir dənə x atsam, baxın, 9, x və 9-un cəmi, daha doğrusu elə bu x ilə 9-a baxırıq, baxın bura. X ilə 9-un cəmi 15-dir. Onda x bərabərdir 15 çıxılsın 9, edəcək 6. Parça 9-dur. Baxın, x ilə 9 buradır. Bura x, burada 9. Bunların cəmi 15 idi. Deməli, bu 6-dır. 12-ci suala baxırıq. On ikinci sualda şəkil üzərində baxaq. DG 8-dir. DY 24-dür. Bura 24-dür. YH 10,6-dır. Və bizə deyir ki, CK orta xəttdir. CK orta xətdirsə, onda buranı yarıya ayırıbdır. 24-ü 12 ayırıbdır. Bura 8-dirsə, burada 8-dir. Sonra KH da orta xəttdir. Onda bura 10,6-dırsa, burada 10,6-dır. KH-ın perimetrini istəyir bizdən. Buranın, bu üçbucağın perimetrini istəyir. Belə göstərək. Buranın perimetrini istəyir. Orta xətt paralel olduğu tərəfin yarısıdır. Baxın, bura 21,2-dir. Onda CK paralel olduğu tərəfin yarısıdır. Yəni, YF-in yarısıdır. 10,6-dır. Həmçinin KH bərabərdir. KH da paraleldir. Baxın bura. DF-ə. DF-in yarısıdır. Yəni 8-dir. DF ümumilikdə 16-dır. Daha sonra burada qalır CH. CH da bərabərdir. DY-nin yarısı. Yəni 12. Onda üçbucaq C KH bərabərdir. 10,6 üstə gəl 8 üstə gəl 12. Bunları toplayıram 20 üstünə də bunu gəlirəm 30,6. Doğru cavab C variantı olur. Keçirik 13-cü suala. 13-cü sualda deməli bizə deyir ki, A tənböləndir. Yəni bunlar alfa-alfadır və bu alfanın çarpazı bura düşəcək. Çünki burada paralel düz xəttlər var. Paralel düz xəttlərdə çarpaz bucaqlar bir-birinə bərabərdir. İndi buranı 6 veribsə, D-si 6-dırsa, burada 6 olacaq. Paralelogramın qarşı üzləri bir-birinə bərabərdir. Digər tərəfdən burada bərabər yanlı üçbucaq olduğu üçün bura 6-dırsa, burada olacaq 6. İndi BC bərabərdir AD-yə. BC də 6 üstə gəl 3, 9-dur. Onda burada yazacağım 9. A bəndində bizə deyir ki, paralelogramın perimetrini tapın. Perimetr A, B, C, D. Perimetr 2 vurulsun A üstə gəl B-dir. Tərəflərə baxırıq. Tərəflərdən biri 6-dır, biri də 9-dur. 2 vurulsun 15 olacaq 30.
A bəndinin cavabı 30. B bəndinə baxırıq. B bəndində trapesiyanın orta xətti istəyir. Baxırıq, əvvəlcə trapesiyaya diqqət edirəm. Trapesiya buradadır. Trapesiyanın orta xətti oturacaqların cəminin yarısına bərabərdir. Oturacaqları 3 və 9-dur. Toplayıb bölürəm 2-yə. 12 bölünsün 2 bərabərdir 6. 6 B bəndinin cavabıdır. A bəndinin cavabı 30-dur. Sual 14. Hansı dördbucaqlının 4 simmetri oxu var? Burada cavab kvadratdır. Göstərək simmetri oxlarını. Burada bir dənə kvadrat çəkirəm. Baxın. Birinci simmetri oxu budur. 1. Yəni buradan belə qatlasaq üst-üstə düşür. Bu 2. Diagonal kimi təpələrdən keçməlidir bu. Tam təpədən. Belə. Sonra biri belə keçəcək. Biri də belə keçəcək. Tən ortadan. Cavab B variantı. Suallar bu qədər uşaqlar. Videonu bəyənməyi, kanala abunə olmağı unutmayın. Növbəti videolarımızda görüşənədək.